Qarabağ azarkeşləri yaxın əyləşin. Sizi sevindirəcək xəbər deyirəm. Bu günləri klubumuzun bazasında Tahir Gözəl, Qurban Qurbanov başda olmaqla klubda söz sahibi olanlar bu günləri klub daxilində iclas oldu. İclasda gələcək hədəflərdən danışıldı və strategiya və yeni transferlər kluba cəlb olmağı ilə bağlı müzakirələr olundu. Artıq skautlara, menecerlərə tapşırıq verildi. Qardaş, nə az nə çox, düz 7 legioner bu yay Qarabağa cəlb olunacaq. Daha qınalıdan yox ha. Deyirəm, sözünü demək üçün can atan futbolçular Qarabağa cəlb olunacaq. Portuqaliya çempionatından, Macaristan çempionatından, Rusiya çempionatından və Türkiyə çempionatından iddialı futbolçular Qarabağa cəlb olunacaq. Bu xəbər sevindirəcək xəbərdir. Həqiqətən də Qarabağ bu qış Çempionlar Liqasından möhtəşəm pul qazandı və həqiqətən də möhtəşəm transferlər də edəcəklər. Bu toplantı hələ belə toplantıdır. Bu toplantının xeyrini biz yayda görəcəyik.